Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala xatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Əmmə ba'd. İlk növbədə qardaşlar hər birinizə salamlayıram. Selamun aleyküm və rahmetullahi və barakatuh. Və bundan sonra Allah'a həmd sanlar olsun, şükürlər olsun Rəbbimizə. Gözəl bir məclisdə, əqiq məclisində cəm olmuşuq. Əlhəmdülillah qardaşımızın övladı dünyaya gəlib. Allah subhanahu wa ta'ala istəyirik ki, Allah onun salihlərdən etsin, vətəninə, millətinə xeyirli etsin, böyüsün, boya başa çatsın, salih əməllər etsin, Allah onun etdiyi salih əməlləri valideynlərinə daddırsın. Allahümmə əmin. Və o böyük bir nimətdir. Biz əmin-aman yurtda oturmuşuq. Şükürlər olsun Rəbbimizə. Vallahi çox böyük bir nimətdir. Bu barədə alimlər danışırlar, elm əhli tövsiyə edir və yenə də hər birimizin üzərinə düşür ki, bu niməti xatırladaq. Çünki hər bir xeyir və əksər xeyir, yəni baxırsan ki, hətta demək olar ki, şərtdir ki, əmin-amanlıq olsun. Yəni, əmin-amanlıq olmasa, sən Rəbbinə ibadət edə bilməyəcəksən, itaat edə bilməyəcəksən, məscidlərimiz işləməyəcək, azan səsləri minarələrdən gəlməyəcək. Baxsan, o ölkələr ki, onlardan əmin-amanlıq gedib, artıq biz başa düşərik ki, əlimizdə nə qədər böyük, əzəmətli bir nimət var vətənimizdə. Allah qorusun. Allah bu əmin-amanlığı bizdə daha da artırsın. O əmin-amanlığı qoruyanlardan Allah razı olsun. Allahümmə əmin. Və istərdim ki, nəsiyyət olaraq məscidlərə getməyin fəziləti haqqında qısaca xatırlatma edək. Allah, əgər baxsan, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdikdə, dəyərli qardaşlar, Siriyə baxdıqda görürsən ki, Allah Rasulü ilk olaraq hara gəldi? Qubaya. Quba quyusu ilə əlaqədar idi adı. Qubaya gəldi və orada Muhammed sallallahu aleyhi və səlləm ilk gördüyü iş sahabələrlə, yəni mühacirlərlə, hicrət edənlərlə onları qarşılayan ənsarları, Allah Rasulü onları bəynə əl-uxuvva, yəni qardaşlığı onlara başa saldı. Onlara qardaşlığı öyrətdi. Allah Rasulü onlara başa saldı ki, sizin qanınız bir-birinizə haramdır. Sizin malınız icazəsiz bir-birinizə haramdır. Sizin irziniz, namusunuz bir-birinizə haramdır. Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem onları bir-birinə qardaş elədi. Nə qədər qövmlər var idi ki, düşmən idilər. Avus və Xəzrəc qəbiləsi kimi. Düşmən idilər. Əsrlər boyu bir-birlərinə düşmən olublar. Lakin İslam gəldi, hər qəbilədən müsəlman oldu. Və Allah Rasullara başa saldı ki, artıq düşmənçilik qaldı cahiliyyə dönəmində. Siz artıq bir-birinizə qardaşsınız. Və dəyərli qardaşlar, bunların hamısı harda baş verdi? Sual. Məsciddə. Ona görə Muhammed sallallahu aleyhi və səlləm ilk olaraq Quba məscidini tikdi. İlk tikilən məsciddir. Təqva üzərində ayədə keçən, bina olan, əsası qoyulan ilk məscid də Quba məscidi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onu tikdi ki, sahabələri cəm eləyib dərs verməyə yer olsun. Məscidlər bunun üçün tikilib, Allaha ibadət olunsun. Orada Allaha şərik qoşulmasın. Orada Allahın şəriəti tədris olunsun deyənə məscidlər tikilib. Bundan savayı işlər məsciddə qadağandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem baxın, ilk olaraq hədisində məscid tikəndən sonra nə öyrətdi onlara? Kim evində dəstəmaz alar və gedib Quba məscidində namaz qılarsa, Allah Rasulü buyurdu ki, ona ümrənin savabı var. Sanki ümrə eləyir. Və onları, sahabələri qardaşlığı öyrədəndən sonra nəyə təşviq elədi, qardaşlar? Məscidlərə getməyə. Məscidlərin başladı Allah Rasulü şəriətimizdə olan fəzilətin onlara çatdırmağa ki, onlar namazları evlərində qılmasınlar. Fərz namazların, o namazlar ki, cəmaatla qılınır,
onlar məscidlərdə qılınsın. Əslində cəmaət məsciddə olur. Həyətdə, evdə toplaşılmır, məscidlərdə toplaşılır. Vahid bir imamın arxasında cəmaət olunur. Allah Rəsulü buna səslədi. Buna çağırdı insanları. İslam ümumən, qardaşlar, baxın, rəhbərin ətrafında toplaşmağı müsəlmanlara əmr edib. Hətta səfərə çıxanda, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hətta səfərə çıxanda içinizdən əmir təyin edin ki, ona itaət edəsiniz. Hətta səfərə çıxanda, 2 nəfər səfərə çıxır. Biri digərin əmir seçir ki, onun sözünə eşidib itaət etsin. Ona görə, baxsan, Peyğəmbər sallallahu əleyhi və səlləm məscidi tikdi və ora imam təyin elədi ki, insanlar onun ətrafında cəm olsunlar, insanlar ona qulaq assınlar deyə imam təyin edildi. Yəni, məscidlərin böyük fəziləti var. Necə ki, Əbu Musa Əl-Əşəri rahiməhullah, radiyallahu anhu sahabə söyləyir ki, namaz baxımından insanların ən böyük savaba nail olanı, ən böyük savab qazananı uzaqdan məscidə piyada olaraq gələnlərdir. Fikir verin, hətta piyada olaraq gələnlər. Və bu nəsihət inşallah ki, biz alınsa 2-3 hədisi xatırladacağıq. Bu məscidlərə piyada getmək haqqında olan. Baxırsan ki, qardaşa sual verirsən, axı, niyə gəlmirsən namaza? Niyə işə namazında yoxsan? Qardaş, niyə sübh namazına gəlmirsən? Görürsən, uzaqda olmağın gətirir. Uzaqda olmaq ola bilər, insanın üzrü olar. Onun məscidə getməyinə mane olan, onun üzrü olar. Ancaq ki, bu nə qədər davam edir? Bir müddət, qısa. Yəni, Allah Rəsulü bizə məscidə getməyə əmr edib. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, sizin namaz baxımından ən çox savab qazananınız uzaqdan piyada məscidə gələnlərinizdir. Və sonra Allah Rəsulü dedi ki, kim dəstəmaz alar, gələr məscidə, imamı gözləyərsə, o deyir, evində namaz qılandan daha xeyirlidir. Daha çox savabı qazanar. Yəni, baxın, səslədi, hara səslədi Muhammed sallallahu aleyhi və səlləm? Məscidlərə. Və digər bir hədisdə Bənu Səlimə adlanan Səlimə oğulları var idi. Ənsardan olan məşhur qövm idi. Tayfa idi, cəmaat idi. Onlar istəyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinin yaxınlığına köçsünlər. Bənu Səlimə, Səlimə oğulları. Və sahabə deyir ki, bu xəbər Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə gəlib çatdı. Allah Rasulü buyurdu ki, İnnehu qad bəlağa ənnəkum turidun ən təntəqilu qurbal məscid. Allah Rasulları sual verir ki, sizlərdən eşitdim ki, sizlər məscidin yaxınlığına köçmək istəyirsiniz. Bu doğrudur. Onlar da dedilər ki, bəli, ey Allahın Rəsulü, biz istəyirik ki, məscidə yaxın olaq. Yəni, namaza gedək deyə, məscidə yaxın olaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Diyərukum təktubə əfərukum. Və sahabə deyir ki, Allah Rəsulü bu kəlməni 2 dəfə təkrar elədi. Allah Rəsulü buyurdu ki, evlərinizdə, yerinizdə, yurdunuzda qalın. Allah sizin atdığınız ayaqların izlərin yazır. Atdığınız addımları Allah yazır. Buyurdu ki, yəni uzaqda öz yerinizdə qalın. Və onları yenə də Allah Rəsulü həvəsləndirdi məscidə gəlməyə. Baxın, uzaqda qalırdılar. Baxsan, Allah Rəsulü buyurur ki, Allah sizin hər atdığınız addıma görə sizə bir dərəcə yazır. Sizin Allah qatında bir dərəcənizi qaldırır. Necə ki, İmam Buxari rahiməllah, İmam Müslim rahiməllah rəvayət ediblər. Baxçınan, misal, Şeyx İbn Seymin rahiməllah həmin hədisin şərhində buyurur ki, həmin Səlimə oğulları məscidin yaxınlığına köçməklə Peyğəmbər sallallahu aleyhi və səlləmin istədilər ki, məscidlər gedib gələ bilsinlər. Hər namaza gedib gələ bilsinlər. Bunu istəyirdilər. Həmçinin şeyxdəki niyyətləri o idi ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm ilə birlikdə namaz qılsınlar. Və Allah Rəsulunun elmindən onlar da faydalana bilsinlər. Yəni, istədikləri bu idi. Yəni, Allah Rəsulu onlara nə bildirdi? Bildirdi ki, əgər öz yerlərində qalsalar, məscidə yaxın durmasalar, Allah onların hər atdığı addıma görə onlara bir savab yazacaq.
və onların bir dərəcəsini də qaldıracaq Allah Subhanahu wa Taala. Əksinə Muhammed sallallahu əleyhi və səlləm onları təşviq elədi ki, uzaqdan piyada gəlsinlər. Bax qardaş, yəni rahat olcunan uzaqda qalmağın əksinə səni sevindirməlidir. Əksinə sevinclə daha çox savab qazana bilərsən yaxında qalandan. Daha çox savab qazana bilərsən maşınla gələndən, misal olaraq. Və kifayət qədər nas var sünnədən, dəlillər var buna. Və bu hədisi gücləndirən digər bir hədisdə Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemə rəvayət edir ki, Allah Rəsulü buyurdu ki, mən təvadda'a fə əsbağəl vudu. Kim kamil dəstəmaz alarsa, gözəl, tam dəstəmaz alar. Summa xarəcə min beytihi iləl məscid. Sonra evindən çıxıb məscidə gedərsə, la yaxrucuhu illəs-salah. Onun, yəni evindən çıxmağı niyyəti ancaq məscidə gedib namaz qılmaq olarsa, Allah deyir onun hər atdığı addıma görə onun bir dərəcəsini yüksəldər. Səhih hədis. Və hudda anhu biha xatiyatan. Və Allah onun hər atdığı addıma görə də bir xətasın, günahın bağışlayar, silər. Təbii ki, bu kiçik günahlardan gedir. Böyük günahlara qardaşlar yalnız tövbədir. Böyük günahın bağışlanması yalnız tövbə ilə olur. Allahım, sənə tövbə edirəm, tövbə etməlisən və peşman olmalısan və o günaha bir daha geri dönməməlisən. Böyük günahların tövbəsi bu cür olur. Peşman olacaqsan və bir daha o günaha dönməyəcəksən. Baxın, hədisdə nə keçdi? İki şey cəm oldu. Allah Rəsulü iki şeyi müjdə verdi hədisdə. Sahabələri buna həvəsləndirdi və həmçinin uzaqdan piyada gələnləri bu böyük əcrlə müjdələdi Allah Rəsulü. Nə ilə? Onlara bildirdi ki, Allah hər atdığınız addıma görə sizi bir dərəcə qaldıracaq, cənnətdə dərəcənizi və hər atdığınız addıma görə də Allah günahlarınızı bağışlayacaq. Baxın, qardaşlar, hələ məscidə piyada getməkdən söhbət gedir. Hələ piyada getməkdən söhbət gedir. Və Səhih Buxaridə gəlir ki, həmçinin Allah ona cənnətdə ev tikər. Məscidə getdiyinə görə. Səhih hədisdir. Yəni, biz bu böyük əcrlərdən məhrum olmamalıyıq. Biz buna daha da həris olmalıyıq. Peyğəmbər sallallahu aleyhi ve sellem necə ki, səhih hədisdə buyurur ki, əgər siz sübh və işa namazında olan fəziləti bilsəydiniz, yəni sübhə və işaya cəmaata getməyi məscidə, onlarla birlikdə namaz qılmağın nə qədər böyük bir savabı olduğunu bilsəydiniz, sürünə-sürünə məscidə gedərdiniz. Sürünə-sürünə. Yəni, o qədər böyük əcri var. Məscidlərə getməyin, məscidlərdə namaz qılmağın. Və həmçinin hədisdən baxın, faydalardan şeyx gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləmə, dəyərli qardaşlar, xəbər gəlib çatdı ki, Bənu Səlimə oğulları yaxına gəlmək istəyirlər. Xəbəri çatdıran baxmayaraq ki, sahabədir. Allah Rəsulü yenə də xəbəri dəqiqləşdirdi. Ədəbə baxın, yenə də onların özlərindən soruşdu ki, siz məscidə yaxın köçmək istəyirsiniz? Onlar dedi ki, bəli, Allah Rəsulü istəyir ki, sənə yaxın olaq. Allah Rəsulü dedi ki, yox, yer üzrə qalın. Yer üzrə qalın, oradan uzaqdan piyada gəlin, böyük bir əcr var. Yəni, böyük bir fayda var həmsinin bu hədisdə. Şeyx buyurur ki, əgər ümumən insanın yaraşan budur ki, ona hər hansısa bir xəbər çatarsa, onu dəqiqləşdirsin. Yəni, mütləqdir, qardaşlar, xəbər çatanda həmin o xəbər fasiq olmamalıdır. Yəni, şərt deyil ki, mütləqdir, fasiq olmalıdır ki, onu dəqiqləşdirəsən. Sənə xəbər çatırsa, yaxşı kişinin sifətindəndir ki, onu dəqiqləşdirsin. Necə ki, şeyx deyir. Xəbəri dəqiqləşdirmək sahibi ilə ki, belə bir şey demirsən, qardaş. Və yaxud belə bir şeyi tapşırmısan eləməyi. Edək, yoxsa etməyək. Şeyx buyurur ki, bu ağıllı kişinin, ağır başlı kişinin deyir, xüsusiyyətlərindəndir. Bax, o da Muhammed sallallahu aleyhi ve sellem idi. Baxmayaraq, sahabə ona xəbəri çatdırdı. Allah Rəsulü özü dəqiqləşdirdi. Köçmək istəyirsiniz? Soruşdulardı və təsdiqlədi, sonra da nəsiyyət elədi. Dərhal fətva vermədi, yəni. Sahabə söyləyir ki, Kənə rəcul lə aləmu rəculən əbadu minəl məscid minhu. Bir kişi var idi, ondan məsciddən daha uzaqda qalan ikinci birini tanımırdım. Yəni, o çox uzaqda qalırdı məsciddən. Və hədisdə keçir ki, o uzaqda qaldığına baxmayaraq heç bir namazı tərk etməzdi. Təsəvvür edin.
ən uzaqda qalan sahabə idi. Buna rağmen heç bir namazı tərk etməzdi. Fəqilə ləhu, ona deyildi ki, və yaxud da deyir, mən özüm də dedim ki, bir uzun qulaq alcına onunla bu gecənin zülmətində və yaxud da ki, vafir ramda, gündüzün ən qızmar vaxtında heç olmasa uzun qulaqla gəl getkinə. Subhanallah. Görün nə söyləyim, sənin dediyin bu xəbər məni heç sevindirmədi. Mənim Allahdan umduğum var deyir, sahabiyə deyir. Mənim Allahdan umduğum var. Mən istəyirəm ki, uzaq məsafədən gəlim, məscidə gəlməyimi də, qayıtmağımı da Allah mənim üçün savab yazsın. Bunu istəyirəm deyir. Sən heç mənə deyir, xoş xəbər demədin, nə deyir? Nə uzun qulaq. Sahabə də bunun Peyğəmbər sallallahu əleyhi və səlləmə xəbər verir. Subhanallah. Allah Rəsulu xəbər çatır ona, sahabiyə deyir ki, İnnələkə məhtəsəbdə. Allah sənə istədiyi verdi. Allah sənə istədiyi verdi. Baxın, sahabə, yəni o müəllimindən gördüyünü danışırdı Muhammed sallallahu əleyhi və səlləmə. Peyğəmbər sallallahu əleyhi və səlləm onları buna təşviq eləmişdi, dəyərli müsəlmanlar. Ki, uzaqda qalsan belə, sən məscidə getməlisən. Yəni, heç də bu sənin üçün üzür deyil. Piyada gəlməklik məsafədirsə, gələ bilirsənsə, gəl gidən. Allah Resulü buyurur ki, sizin namaza gələnlərin ən üstünü olanı, ən çox savab qazananı ən uzaqdan piyada gələndir. Bu kifayətdir, əlhəmdülillah. Fəzilət olaraq, savab olaraq, elə deyilmi? Allah həmd olsun. Ona görə, qardaşlar, burada da kifayətlənək, vallahi, tərk eləməmək lazımdır məscidləri. Bərəkət cəmaatdadır. Bərəkət istəyirsən, cəmaatdadır. Xeyir istəyirsən, cəmaatdadır. Allah həmd olsun. Və böyük bir əcr var. Sən bu əcrdən məhrum olursan. Ona görə sələflərimiz deyərdi ki, qoyun sürüdən tək qaldıqda və həmçinin İbn Qeyyim Rəhməhullah gözəl söz deyir. Çobandan uzaqlaşdıqda qurd onu aparar. Vallahi belədir. Və bu müsəlmanların cəmaatımız var, məscidlərimiz var. Sən məsciddən uzaqlaşanda heç də salamat qalmayacaqsan. Çünki mən sənlə güclüyəm, sən də mənimlə. Ona görə Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm müsəlmanları qardaş edəndə dedi ki, siz bir-birinizi dəstəkləyirsiniz. Hətta sahabə deyir ki, barmaqların keçirtdi belə bir-birinə. Yəni biz bir-birimizlə güclüyük. İbn Qeyyim Rəhməhullah deyir ki, qardaşın qardaşdan ən az götürdüyü fayda, yəni yoxdur, sıfır demək olar. Onun yanında günah eləməkdən utanır. Qardaşın yanında ehtiyatlı olursan, daha da diqqətli olursan əməllərində. Ən az götürdüyün faydadır mənim səndən əxi. Allah həmd olsun. Yaxşı çox, tək qalsam, mənə kim nəsiyyət edəcək? Heç kəs. Kim nəsiyyət edəcək sənə? Yoxsam, yanımda yoxsam, mən də sənin yanında yoxam. Bunların hamısı məsciddə olur. Məsciddə olur. Məsciddə elm öyrənmək cihada bərabərdir. Allah həmd olsun, əmin-aman yurtduyuq. Şükürlər olsun Rəbbimizə. Allah bu əmin-amanlığı bizdə daha da artırsın. Həmd olsun Rəbbimizə. Məscidlərimiz əksinə kafirlərin əsarəti altında idi. Ermənilərin. Allah başçıdan razı olsun. Allah döyüşənlərdən razı olsun. Şəhidlərimizə Allah Subhanahu şəhadətini onlardan qəbul eləsin. Qazilərimizə Allah Subhanahu kamil və acil şifa versin. Bütün döyüşən zabitlərimizdən, əskərlərimizdən Allah Subhanahu bu əzəmətli əməli onlardan qəbul eləsin. Onlar bizə məscidlərimizi vahid başçının ətrafında birləşib qaytardılar bizə. Elə deyilmi qardaşlar? Vallahi elə oldu. Allah həmd olsun. Qayıtdı bizə o məsciddən, hansı ki donuzları saxlayırdılar orada. Və Allah həmd olsun, hər baxdıqda da eşidirsən ki, rəis elə hey məscid tikir Qarabağda. Vallahi böyük bir neymətdir, Allaha and olsun. Bunu bizə heç kəs dedizdirmir. Bu bizim əqidəmizdəndir, dilimizə getiririk şükür olaraq. Çünki şükür etməsək Allah bunu bizdən alacaq. Ayədir. Vallahi böyük bir neymətdir, şükür eləməliyik. Ya Rabbi, sənə həmd sanalar olsun. Qaytardın bizə o torpaqlarımızı və təzədən orada məscidlərimizi tikirsən də, tikir ki, dağıdılmışları da bərpa edir. Allah həmd olsun. Nə istəyirsən? Həmd olsun Rəbbimizə. Allah bu neyməti artırsın. Allah onlardan razı olsun. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruka və etûbu ileyk. Allah razı olsun.